Salam əziz şagirdlər, bugün biz əvəzlik mövzusunu öyrənəcəyik. Əvəzlik dedikdə biz nə başa düşürük? Əvəzliyin mənaca hansı növləri var, qurluqca hansı növləri var? Bir-bir öyrənək. Əvəzlik əsas nitq hissələrini əvəz edir. Biz bilirik ki, 11 nitq hissəsi var. Onlardan 6-sı əsasdır: isim, sifət, say, əvəzlik, feil, zərf. 5-i köməkçi nitq hissəsidir. Hansılardır? Ədatdır, bağlayıcıdır, qoşmadır, modal sözlərdir, nidadır. Əvəzlik əsas nitq hissələrini əvəz edir. Yəni ismi, sifəti, sayı, əvəzliyin özünü, zərfi və feili əvəz edə bilir. Və əvəz etdiyi nitq hissələrinin suallarına cavab verir. Öyrənək, əvəzliyin hansı mənaca növləri var? Əvəzliyin 5 növü var. Şəxs əvəzliyi, qeyri-müəyyən əvəzlik, işarə əvəzliyi, təyini əvəzlik, sual əvəzliyi. Şəxs əvəzliyi ismi əvəz edir. Şəxs əvəzliyi dedikdə biz birinci şəxsin təki mən, yəni danışan, ikinci şəxsin təki sən, dinləyən, üçüncü şəxsin təki o, haqqında danışılan. Və əvəzliklər, şəxs əvəzlikləri təkdə olur, cəmdə olur. Mən, sən, o təkdədir. Biz, siz, onlar cəmdədir. Dedik ki, əvəzlik ismi əvəz edir. Şəxs əvəzliyi burada ismi əvəz edir. Məsələn, deyirəm ki, Kamil gəldi. Kim gəldi? Kamil isimdir. Deyirəm, o gəldi. Kim gəldi? O gəldi. O, üçüncü şəxsin təkinin deməli, üçüncü şəxsin təkində işlənmişdir və ismi əvəz etmişdir. Kim sualına cavab verir. Demək, əvəzliklər, şəxs əvəzlikləri ismi əvəz edir, ismin sualına cavab verir və kim nə sualına cavab verir, hara sualına cavab vermir. Şəxs əvəzlikləri sadə olur, yəni düzəltmə mürəkkəb olmur, göz qabağındadır. Baxın, mən, sən, o, biz, siz, onlar. Sadədir. Deməli, şəxs əvəzlikləri sadədir. Şəxs əvəzlikləri isim kimi hallana bilir. Məsələn, deyirəm ki, mənim, sənin, onun, bizim, sizin, onların. Hallandı. Yəni, yəlik halda işlətdim. Ümumiyyətcə hallandırsaq, mən adlıq halda, mənim yəlik halda, mənə yönlük halda, məni təsirlik halda, məndə yerlik halda, məndən çıxışlıq halda. Demək, birinci şəxsin təki və cəmi yəlik halda ın, in, un, ün şəkilçisi yox, im şəkilçisi qəbul edəcək. İm, mənim. Mənim deyəndə dilimiz əziyyət çəkir. Bu da olmasın deyə mənim kimi biz yəlik halı orada göstəririk. Əvəzlik dedik ki, şəxs əvəzliyi isim əvəz edir, sadə olur, qurluqca hallanır, cəmlənir, şəxs xəbərli şəkilçisi qəbul edir. Birinci şəxsin təki və cəmi yəlik halda im kimi, im şəkilçisini qəbul edir. Məsələn, mənim qələmim, yəni bu yəlik halı birinci tərəf. Mənim, yəni ının, onun şəkilçisi olmalı əslində. Mənim deyəndə dilimiz narahat olur. Ona görə mənim qələmim, bizim qələmimiz. Deməli, yəlik halda fərqli şəkilçisi qəbul edir. Şəxs əvəzliyi hara sualına cavab vermir isim kimi. İsim kimlə hara sualına cavab verir. Şəxs əvəzliyi hara sualına cavab vermir. Və birinci, ikinci şəxsin təki və cəmi insan anlayışı bildirir. Üçüncü şəxsin təki həm insan da ola bilər, həm canlı və cansız, yəni heyvan da ola bilər, əşya da ola bilər. Daha sonra və birinci, ikinci, üçüncü şəxsin cəmində olan əvəzliklər, yəni şəxs əvəzlikləri, əgər məkan anlayışı bildirirsə, yer zərfliyi rolunda iştirak edəcək. Məsələn, deyirəm ki, dostum bizə gəldi. Kim bizə gəldi? Dostum mübtədadır. Nə etdi? Gəldi. Hara gəldi? Bizə.
Artıq bizə burada bir məkan anlayışı bildirdi, bir yer anlayışı bildirdi və yer zərfliyi kimi orada çıxış etdi. Əvəzliklər haqqında bu qədər. Keçək indi növbəti növlərinə. Qeyri-müəyyən əvəzliklər nədir? Qeyri-müəyyən əvəzliklər. Deməli, qeyri-müəyyən, qısa yazıram, müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklər ismi əvəz edir. Nəyi əvəz edir? İsmi əvəz edir. Və burada bir qeyri-müəyyənlik var. Burada konkret bir şəxsdən söhbət getmir. Qeyri-müəyyənlik var. Məsələn, deyirəm ki, kimsə qapını döydü. Yazıram, kimsə qapını döydü. Nə etdi? Döydü. Kim? Kimsə. Nəyi? Qapını. Tamamlıqdır. Deməli, kimsə burada qeyri-müəyyən əvəzlikdir. İsmi əvəz etdi, ismin sualına cavab verdi. Amma konkret kimdir? O bilinmir. Qeyri-müəyyənlikdir. Ona görə bu əvəzliyin adı qeyri-müəyyən əvəzliklər qoyulub. Yəni, kimsə, hamı, hərə, hər kəs, bir yazım onları. Deməli, hərə. Hərə bir söz deyirdi. Kim bir söz deyirdi? Hərə. Hər kəs, filan kəs. Kimsə, nəsə. Daha sonra hər kəs sözünü yazmışam. Yəni, bax bunlar hər biri qeyri-müəyyənlik bildirir və qeyri-müəyyən təyinli əvəzliklərdir ki, bunlar da ismi əvəz edir. İsmin sualına cavab verir. İsim kimi cümlədə mübtəda, tamamlıq və ismi xəbər vəzifəsində iştirak edə bilir. Burada kimsə, nəsə əvəzliyi haqda danışaq, qeyri-müəyyən əvəzliyi haqda danışaq. Burada kimsə həm də inkarlıq mənasında iştirak edə bilər. Məsələn, kimsə sənə nəsə deyə bilməz. Yazıram. Kimsə sənə nəsə deyə bilməz. Deyə bilməz xəbərdir. Kim? Kimsə, yəni heç kim. Heç kim. Kimə, sənə, nəyi deyə bilməz? Nəsə. Burada nəsə bitişikdir. Yəni, bu da tamamlıqdır. Demək, dedik ki, kimsə qeyri-müəyyən əvəzliyi həm də inkarlıq mənasında iştirak edir, yəni işlənir. Kimsə, yəni heç kim. Heç kim sənə nəsə deyə bilməz. Və əvəzliklər dedik ki, qeyri-müəyyən əvəzliklər cümlədə mübtəda, tamamlıq, təyin, mübtəda, tamamlıq, bir də ismi xəbər vəzifəsində iştirak edə bilir. Qeyri-müəyyən əvəzliklər haqda bu qədər. Daha sonra keçək işarə əvəzliyinə. İşarə əvəzliyi. İşarə əvəzliyi. İşarə əvəzliyi nə üçün işarə əvəzliyi deyirik? Biz hər hansı bir əşyanı göstərmək üçün işarə məqsədi ilə biz işarə əvəzliyindən istifadə edirik. Məsələn, deyirəm ki, işarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin. İşarə əvəzliyi nədir? İşarə məqsədi üçün işlədilən, yəni kiməsə
və ya nəyəsə işarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzlikləri deyilir. Hansılardır? O, bu, elə, belə, həmin. Məsələn, deyirəm ki, o oğlan mənim qardaşımdır. O oğlan mənim qardaşımdır. Kimdir? Mənim qardaşımdır. Bir götürürəm. Üçüncü nöqtəyinin söz birləşməsidir. Biz onu keçəcəyik. Kim? Oğlan. Hansı oğlan? O oğlan. Artıq burada təyin vəzifəsindədir. İşarə məqsədi ilə istifadə deməli işlədildi. Göstəririk. O oğlan mənim qardaşımdır. Hansı oğlan? O oğlan. Deməli təyin vəzifəsində iştirak etdi. İşarə əvəzliyi sifəti əvəz edir. Nəyi əvəz etdi? Sifəti əvəz etdi və sifətin sualına cavab verib cümlədə təyin vəzifəsində iştirak edir. Və yaxud bu əvəzliyi olsun. Bu qız mənim rəfiqəmdir. Hansı qız? Bu qız. Artıq biz işarə məqsədi ilə bu əvəzlikdən istifadə etdik və bu əvəzliklər sifəti əvəz edir və cümlədə təyin vəzifəsində olur. O, bu əvəzlikləri demək isim kimi də işlənə bilir, ismi də əvəz edə bilir və hallana bilir, cəmlənə bilir. Bağışlayın. Demək, elə belə əvəzliyinə baxaq. Elə belə əvəzliyi demək, mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallana bilir və cümlədə mübtəda tamamlıq isim xəbər vəzifəsində də iştirak edə bilir. Məsələn, deyirəm ki, eləsinə bel bağlama. Elə, eləsi. Orada deməli mənsubiyyət şəkilçisi. Eləsinə. Eləsinə bel bağlama. Kimə? Eləsinə. Baxın, ismi əvəz etdi, tamamlıq vəzifəsində oldu. Yəni, bu da xəbərdir. Demək, eləsinə, beləsinə işarə əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır, cəmlənir və ya şəxs xəbərli şəkilçisi qəbul edir. Yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra. Həmin əvəzliyinə baxaq. Həmin əvəzliyi yalnız sifəti əvəz edir. Yəni, isimləşə bilmir, ismin sualına cavab verə bilmir. Cümlədə, məsələn, tamamlıq, təyin, isim xəbər ola bilmir. Yalnız təyin vəzifəsində olur və sifəti əvəz edir. İşarə əvəzliyi o, bu əvəzliyində vergülün qoyulması var. Yəni, o, bu əvəzliyi homonimlik təşkil edir. Yəni, şəxs əvəzlikləri ilə homonimlik təşkil edir. O, üçüncü şəxsin təkinin şəxs əvəzliyidir. O, işarə əvəzliyidir. Homonimlik təşkil etdi. Məsələn, o gəldi. Kim gəldi? O gəldi. Burada şəxs əvəzliyidir. O oğlan mənim qardaşımdır. Hansı oğlan? O oğlan. Artıq burada işarə əvəzliyidir. İndi biz burada vergülü nə zaman qoya bilərik? O haqda danışaq. Demək, burada iki əsas vacib məqam var ki, onları bilməliyik. Vergülün qoyulma qaydası. Demək, nə zaman vergül qoyulur? Əgər o, bu işarə əvəzliyi cümlədə mübtədadırsa, mübtəda, yəni ismin sualına cavab verir, cümlənin mübtədasıdırsa və ikinci şərt, özündən sonra mübtəda oldu, kimlə sualına cavab verdi, cümlənin mübtədasıdır, bundan iş bitmir. Özündən sonra, özündən sonra isim,
sifət, say, zərf, fe'li sifət, modal sözlər, gələrsə, özündən sonra vergül qoyulacaq. Deməli, bax, cümlədə nə olmalıdır? O, bu işarə əvəzliyi mübtəda vəzifəsində çıxış etməlidir, yəni ismin sualına cavab verməlidir. Bu bir. İkinci, ismin sualına cavab verdi, cümlədə mübtəda oldu. Özündən sonra nə gəlməlidir? İsim, sifət, say, zərf, fe'li sifət, modal sözlər gələrsə, özündən sonra vergül qoyulacaq. Məsələn, deyirəm ki, o maraqlı kitabdır. O maraqlı kitabdır. Nədir? Kitabdır. Nə? O. Necə kitabdır? Maraqlı. Artıq təyin vəzifəsindədir burada. İsmin qarşısında işləndiyinə görə təyin oldu. Fe'lin qarşısında işlənsəydi, zərfli olacaqdı. Artıq deməli, nə sualına cavab verdi? Birinci şərt ödəndi, mübtədadır. Özündən sonra nə gəlir? İsimdir, maraqlı. Xeyr, sifət. Bəli, maraqlı. Necə maraqlı? Avtomatik biz vergülü qoyuruq. Və yaxud deməli, oğlan əlaçıdır. O şagird əlaçıdır. O şagird əlaçıdır. Kimdir? Əlaçıdır. Kim? Şagird. Hansı şagird? O şagird. Artıq burada hansı sualına cavab verdi? Cümlənin təyini oldu. Cümlənin təyini olarsa, biz vergül qoya bilmərik. Cümlədə nə olmalıdır? Mübtəda vəzifəsində olmalıdır. Məsələn, deyərəm ki, o yaxşı rəsm çəkir. Artıq kim o? Necə? Yaxşı. Yəni, burada sifət işlənib, özündən sonra vergül qoyulacaq. Əgər özündən sonra fe'l gələrsə, fe'l, əvəzlik gələrsə, ədad, bağlayıcı, qoşma gələrsə, onda vergül qoyulmayacaq. Vergül nə zaman qoyulur? Özündən sonra isim, sifət, say, əvəzlik, fe'li sifət, modal sözlər gələrsə, artıq onda vergül qoyuruq. Və istisna hal var burada. Modal sözlər, biz bilirik ki, modal sözlər nədir? Modal söz danışanın ifadə etdiyi fikrə münasibət bildirmək. Bildirən sözlərə modal sözlər deyilir. Modal sözlər biz bilirik ki, cümlənin əvvəlində gələrsə, özündən sonra vergül qoyulacaq. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulacaq. Cümlənin sonunda gələrsə, özündən əvvəl vergül qoyulacaq. Burada 3 dənə modal sözümüz var. Sanki, güya, elə bil. Bir dəqiqə. Deməli, sanki, güya, elə bil, güya, elə bil, elə bil. Bu modal sözüdür, yəni bunlar modal sözdür, köməkçi nitq hissəsidir. İstisna olaraq modal sözlərdə, bax bu sözlərdə vergül qoyulmur. Əgər o sanki məni görmür, sanki modal sözdür, vergül qoymuruq. Amma demişdik ki, modal sözdən, mübtədadan sonra modal söz gələrsə,
vergül qoyulacaq. Bu üç söz istisnadır. Yəni sanki, güya, elə bil. Gələrsə vergül qoyulmur. Daha sonra hansı demək əvəzliyin hansı mənaca növləri var baxaq. Bir daha deyirik, işarə əvəzliyi sifəti əvəz edir. İşarə əvəzliyi, o, bu işarə əvəzliyi həm isim əvəz edə bilər, həm sifəti əvəz edə bilər. Elə belə işarə əvəzliyi sifəti əvəz edir, zərfi əvəz edir və mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra deməli isimləşə bilir, yəni isim kimi hallanır, cəmlənir və həmin işarə əvəzliyi isə yalnız sifəti əvəz edir və cümlədə təyin vəzifəsində iştirak edir. İndi təyini əvəzliyə baxaq. Təyini əvəzlik. Təyini əvəzlik. Təyini əvəzliklər hansılardır? Demək, təyini əvəzliklər hər, bütün, filan, öz, eyni. Demək, təyin əvəzliklər dedik hansılardır? Hər, bütün, filan, öz, eyni. Bu əvəzliklər təyin əvəzliklərdir və əşyanı ümumi şəkildə müəyyən etmək üçün, təyin etmək üçün bu əvəzliklərdən istifadə olunur və cümlənin deməli sifəti əvəz edir, təyin əvəzliklər cümlədə təyin vəzifəsində iştirak edir. Burada məsələn həmişə təyin əvəzliklər sadə olur, yəni necə hansı sualına cavab verir, sadə olur və öz əvəzliyindən başqa, öz əvəzliyi isimləşə bilir. Deməli, deyirəm ki, və mənsubiyyət şəkilçisi qəbul edir, hal şəkilçisi qəbul edir, cümlədə mübtəda, tamamlıq, ismi xəbər vəzifəsində olur. Məsələn, özüm xəbər verdim, özüm xəbər verdim. Kim? Özüm. Mübtəda vəzifəsində oldu. Və yaxud tamamlıq vəzifəsində olar, işlənə bilər. Məsələn, deyirəm ki, özünə yaxşı bax. Özünə yaxşı bax. Və yaxud deyə bilərəm ki, günahkar özünsən. Özünsən, isim xəbər vəzifəsində iştirak elədi. Və dedik ki, təyin əvəzliklər sifəti əvəz edir, cümlənin təyini olur, sadə quruluşa malikdir və burada öz əvəzliyindən başqa digər təyin əvəzliklər ismi əvəz edə bilmir. Yalnız öz əvəzliyi ismi əvəz edir, mənsubiyyət şəkilçisi qəbul edir, hallanır, şəxs xəbərli şəkilçisi qəbul edir, cümlənin mübtədası ola bilər, tamamlığı ola bilər və cümlədə isim xəbər vəzifəsində iştirak edə bilər. Daha sonra nə deyə bilərik əvəzliklər haqda? Əvəzliklər, məsələn, hər iş vaxtında görülməlidir. Bütün bunları əvvəlcədən demişdik. Yəni, təyini əvəzliklər, mənaca necə ifadə etmişdik təyin əvəzlikləri? Əşyanı ümumi şəkildə müəyyən edir, təyin edir əşyanı və cümlənin də nəyi olacaq? Əlbəttə ki, təyini olacaq. Və isimləşə bilir, xeyr. Quruluşca necədir? Sadədir. Yalnız öz əvəzliyi burada isim kimi hallana bilir, mənsubiyyəti görə dəyişə bilir, şəxs xəbərli şəkilçisi qəbul edə bilir. Daha sonra sual əvəzliyi qaldı. Sual əvəzliyi bütün əsas nitq hissələrini əvəz edir. Məsələn, ismi əvəz edir. Kim, nə, hara? Sual əvəzliyidir. Sifətin sualı. Necə, nə cür, hansı? Sual əvəzliyidir. Say, neçə, nə qədər, neçənci? Sual əvəzliyidir. Daha sonra
feil nə edir, nə edəcək, nə oldu, nə olacaq, nə olur, nə olacaq, nə və yaxud başqa feilin şəkillərinin formaları var ki, onlara veriləcək sualların hər biri sual əvəzliyini ifadə edir. Dərsimiz bu qədər. Yəni dərsimizə aid, yəni əsas əvəzliyin mənaca növlərini mən izah etdim. Yəni buna aid test izahı da verəcəm. Onda sizə daha aydın olacaq ki, bu əvəzlikləri necə biz seçirik və o qaydaları necə yadımızda saxlayırıq. Sağ olun əziz şagirdlər, növbəti dərslərdə görüşənədək.